Avropa İttifaqının İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıması, Sepahın maliyyə, hərbi və regional fəaliyyət imkanlarını kəskin şəkildə məhdudlaşdıra bilər. Politoloq Elçin Xalidbəyli bunu Today Press TV-yə danışarkən bildirib. Onun sözlərinə görə İttifaqın qəbul etdiyi bu qərar İran üçün müəyyən problemlər yarada və faktiki olaraq yeni hərbi xarakterli sanksiya anlamı daşıya bilər. Analitik vurğulayıb ki, qərar Sepahın maliyyələşdirilməsi və silahlandırılması prosesində ciddi çətinliklər yaradacaq. Stat: Böyük ehtimalla İran təşkilatın həm maliyyə təminatında, həm də silahlanmasında problemlərlə üzləşəcək. Qərardan sonra Sepahın adı keçən istənilən ərazi və bu qurumla əlaqəli şəxslər risk zonasında qala bilər. Həmçinin təşkilatın ölkə xaricindəki fəaliyyət imkanları bloklanmış olacaq. Statın sonu. Elçin Xalidbəyli qeyd edib ki, xüsusilə İran sərhədləri ətrafındakı Sepah məntəqələri və bazaları üçün təhlükəsizlik riskləri. Elçin Xalidbəyli qeyd edib ki, xüsusilə İran sərhədləri ətrafındakı Sepah məntəqələri və bazaları üçün təhlükəsizlik riskləri arta bilər. Onun fikrincə, yaxın şərqdə qurumla bağlı fəaliyyət göstərən şəxslər və hərbiçilər açıq hədəf vəziyyətinə düşə bilərlər. Xatırladaq ki, Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyıb. Bununla bağlı AİN-in Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas X hesabında bildirib. Repressiyalar cavabsız qala bilməz. Avropa İttifaqı Xarici İşlər Nazirləri İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaqla bağlı qətiyyətli bir qərar verdi. Öz xalqının minlərlə nümayəndəsini öldürən istənilən rejim öz sonu üçün çalışır, deyə Kaja Kallas qeyd edib. Aysel Mətləb, Namiq Abbasov, Today Press TV.